Deməli, uşaqlar, belə davam edirik fe'li sifətlə. Dedik ki, məstər, fe'li sifət, fe'li bağlama fe'lin təsirlənməyən formalarına aiddir. İndi siz fe'li sifəti necə tapacaqsınız, onu öyrənin. Fe'li sifətin bir neçə şəkilçisi var, çox deyil. Biz sifətdə bu şəkilçini tanıyırdıq. An, ən şəkilçisi, daha sonra malı, məli şəkilçisi, an, əni sifət keçəndə tanıdıq. An, ən, malı, məli, ası, əsi, acaq, əcək. Bir də dık, dic, duq, dük. Dık, dic, duq, dük. Üstə gələk mənsubiyyət şəkilçisi. Mənsubiyyət qısa yazam şəkilçisi. Deməli, an, ən, malı, məli, ası, əsi, acaq, əcək, dık, dik, duq, dük. Üstə gələk mənsubiyyət şəkilçilərimiz varsa, bir də mışı da yazaq. Bir də mış, miş, muş, müş. Bu şəkilçilərimizlə uşaqlar, bu şəkilçilərimiz fe'li sifət şəkilçiləridir. Yadınızda qalsın. Yəni bu şəkilçilər vasitəsilə biz fe'li sifəti müəyyənləşdiririk. Amma fe'li sifətdə həmişə bir şeyi yadınızda saxlayın. Necə ki sifətdən sonra isim gəlirdi. Baxın, fe'li sifətdən sonra nitq hissəsi olaraq isim gəlir. Və fe'li sifətdə sifət kimi necə, nə cür, bir də hansı sualına cavab verir. Oldu. İndi biz bunu necə fərqləndirəcəyik ki, deyirsiniz ki, müəllimə, bəs necə bilək ki, sifətdirmi, yoxsa fe'li sifətdirmi? Biz məstəri, fe'li sifəti, fe'li bağlamanı dedik ki, fe'l bölməsində öyrəndiyimizə görə, biz fe'li sifətə ümumi fe'l desək doğru olar. Fe'li bağlamanın yerinə fe'l desək doğru olar. Yəni, biz sizə fe'li bağlama olan sözü, məsələn, oxumaq nə idi? Oxumaq məstərdir elə. Oxumağa məstər də desək düzdür, fe'l də desək düzdür. Başa düşürsünüz? Fe'li sifətə, məsələn, indi nümunələr yazanda həmin sözə fe'li sifət deyəndə də düz olur, fe'l deyəndə də düz olur. Amma ki, biz fe'li sifətə fe'l deyə bilirik, amma sifətə fe'l deyə bilmərik. Bəs bunları deyə bilərsiniz ki, müəllimə, necə fərqləndirək? Biz hardan bilək ki, sifət hansıdır, fe'li sifət hansıdır? Yadınızda qalsın uşaqlar. Həm suallarla, həm də özündən sonra isim gəlməklə, həm də bəzi qaydaları yadda saxlamalıyıq. Demişdik, ən əsas qayda. Fe'li sifət fe'ldə öyrənildiyinə görə, fe'li sifət inkarda işlənir. Baxın, fe'li sifət inkar hansı nitq hissəsinə aiddir? Hansı nitq hissəsinə aiddir? Fe'lə elə mamə inkar şəkilçisi. Məsələn, oxu, oxuma, inkar. Fe'li sifət inkarda işlənir. Amma fe'ldən düzələn sifət, yəni sifət, fe'ldən düzələn sifət. Buraya yazaq. Fe'ldən düzələn sifət inkarda işləmir. Yadınızda qalsın. Çünki o sifətdir nitq hissəsi olaraq. Amma fe'li sifət dedik, fe'ldir. Deməli, fe'li sifət inkarda işlənir, özündən sonra isim gəlir. İndi gəlin buna aid nümunələr yazaq. Baxın uşaqlar, məsələn, deyirəm ki, oxuyan. Oxuyan. Oxu sözün köküdür, y bitişdiricidir, an, ən, fe'li sifət şəkilçisidir. Hardan bilirik? Oxuyan, özündən sonra isim gəlir. Şagird. Oxuyan qız, oxuyan oğlan. Necə, nə cür, hansı şagird oxuyan? Gördünüz, həm sualı ortaya çıxdı, həm özündən sonra isim gəldi, həm də ən əsas necə deyirdik? İnkarda işlətməklə. Oxuyana biz kökdən sonra, yəni bu şəkilçidən əvvəl oxumayan deyə bilirikmi uşaqlar? Oxumayan şagird. Bəli. Deməli, bu fe'li sifət imiş. Sonra malı, məli şəkilçisi. Məsələ, görülməli, iş. Görülməli iş. Baxın, gör sözün köküdür, ül burada leksik şəkilçidir, malı, məli fe'li sifətdir. Özündən sonra iş gəlifdir. Necə, nə cür, hansı sualına cavab verir? Görülməməli iş. Görülməli iş, görülməməli iş. İnkara düşə də bilirik. Malı, məli şəkilçisi yadınızda qalsın. Malı, məli şəkilçisi amonim şəkilçidir. Həm indi öyrəndiyimiz kimi fe'li sifət şəkilçisidir uşaqlar. Bir də fe'lin vacib şəklinin şəkilçisidir. Malı, məli fe'li sifət olanda hər iki vəziyyətdə qrammatik şəkilçisidir. Bu necə fərqləndirir? Əgər fe'li sifətdirsə, sifətin suallarına cavab verir. Baxın, fe'li sifətdə sifətin sualına cavab verir. Yəni, necə, nə cür, necə, nə cür, bir də hansı. Fe'li sifətsə bu suallara cavab verir.
Əgər feilin vacib şəklidirsə də, onda feilin sualına cavab ver. Onda nə etməlidir sualına cavab verir. Nə etməli, nə etməlidir, nə olmalıdır. Başa düşdünüz uşaqlar? Görürsünüz bu sifətdə nə etməlidir sualı yoxdur. İndi nümunə yazaq. Məsələn deyirəm ki, Əli dərs oxumalıdır. Oxumalıdır. İndi gördünüz? Deməli, malı-məli amonim şəkilçidir. Həm feili sifətin şəkilçidir, həm vacibin. Bu necə fərqləndirdik? Əgər sifətin sualına cavab verirsə, necə, nə cür, hansı sualına cavab verirsə, feili sifətdir. Əgər feilin sualına cavab verirsə, nə etməlidir, nə olmalıdır, onda olur vacib şəkli. Buna deyirik feilin vacib şəkli. Əli dərs oxumalıdır. Nə etməlidir? Gördünüz uşaqlar, necə, nə cür, hansı sualına cavab verməyəndə vacib şəkli olur. Malı-məli olan şəkilçi. Daha sonra eyni zamanda ası əsin ən dedik, malı-məlini dedik. Ası əsi də elədir. Ası əsi şəkilçisi də indi feilin şəkillərini həm də xatırlamış olaq. Buradan yazaq ası əsi şəkilçisi. Ası əsi də həm feili sifətdir, həm də feilin lazım şəklinin şəkilçisidir. Lazım şəklinin. Bu da eyni ilə fərqləndirmək qaydası o birisi kimidir. Əgər sifətin sualına cavab verirsə, necə sualına cavab verirsə, nə cür sualına cavab verirsə, necə, nə cür, bir də hansı. Bu suallara cavab verəndə ası əsi ilə olan, ası əsi şəkilçili söz. Ona deyirik feili sifət. Bu suallara cavab verməsə, nə edəsidir? Feilin sualına nə edəsidir, nə olasıdır. Başa düşdünüz? Baxın burada şəkil sözü burada çıxır. Bu suallara cavab versə və s. kimi nə edəsidir, nə olasıdır və s. Onda olur feilin lazım şəkli. Məsələn, görüləsi iş. Görüləsi iş. Sual verin, necə, nə cür, hansı iş? Bu oldu feili sifət şəkilsi. Bu ül leksikdir, bu da kökdür. Amma deyirəm ki, iş görüləsidir. İş görüləsidir. İndi iş necəsidir deyə bilmirik uşaqlar. Necədir, nə cürdür, yox. Görüləsidir, nə ediləsidir. Nə ediləsidir. Oldu. Deməli, feilin sualına cavab verəndə feilin lazım şəkil oldu. Sifətin sualına cavab verəndə feili sifət oldu. Bu şəkilçili sözdür. Acaq-əcəklə də eyni qaydadır. Feili sifətin şəkilçiləri amonimdir. Yəni, feili sifəti biz necə tapdıq uşaqlar? Sifətin sualına cavab verir, özündən sonra isim gəlir və inkarda işlənilir. Məsələ, tez-tez danışıram, dediyim sözdə çalışıram, səhv deyirəm. Görüləsi iş, görüləsi iş. Gördünüz, necə, nə cür, hansı iş, özündən sonra nə gəldi? İsim gəldi. Başa düşdünüz? Və sifətin sualına cavab verir. Deməli, bu nədir? Feili sifət. İndi acaq-əcək. Deyəsən, bu şəkilçilər nə qədərdir belə amonimliyi, amma asandır da çətin deyil. Yenə acaq-əcək feili sifət də ola bilər. Acaq-əcək qəti gələcək zamanda ola bilər. Qəti gələcək. Hətta acaq-əcək, məsələn, oturacaq kimi leksik şəkilçi də ola bilər, amma onu demirəm. Hələ ki, bu hissələri deyim. Bunları deyirəm ki, ayrı keçəcək inşallah. Baxın, əgər acaq-əcək feili sifətsə yenə, burada qısa yazıram uşaqlar, bir dənə necəni yazıram, necə. Yəni, üçünü də deyirəm də, necə, nə cür, hansı. O sualların hamısını verə bilirik. Amma qəti gələcək zamandırsa da, nə edəcək, nə olacaq. Bu suallara cavab verir. Zaman şəkilçisi də feilin sualına cavab verir. Məsələn, deyirəm ki, oxunacaq, oxunacaq, əsər. Bir də yazırıq ki, o dərs oxuyacaq. İndi hansı feili sifətdir, hansı zaman şəkilçisidir, baxaq. Hər ikisində də nə var? Acaq var, elə deyil. Burada da acaq var, burada da var. Oxunacaq əsər. Özündən sonra nə gəldi? İsim. Sual verək, necə əsər? Nə cür əsər? Hansı əsər? Deməli, bu feili sifətdir. Qısa yazıram, fısı. O dərs oxuyacaq. Nə edəcək? Artıq buradakı acaq oldu zaman şəkilçisi. Zaman yazam, yəni qəti gələcək zaman. Yaxşı. Ümid edirəm ki, bunu da başa düşərsiniz. Deməli, bu şəkilçilərin feili sifət olduğunu belə tapırıq. Dıq üstəgəl mənsubiyyət məsələ. Dıq üstə, qoy buradan feili bağlamanı sileyim. Bunu başqa sonra izah eləyərəm.
Bir də muş şəkilçisində deyək, sonra dığı üstəgəl mənsubiyyətin amonimliyi yoxdur. Muş, miş, muş, müş. Bu da eyni ilə uşaqlar. Amonim şəkilçisidir. Sizin qabağınıza fe'li sifət kimi də çıxa bilər. Hətta leksik kimi də çıxa bilər. Keçmiş, keçmişdə qaldı. Orada leksik şəkilçi olur. Amma bunların hamısında qrammatikdir. Muş, miş, muş, muş. Fe'li sifət ola bilər. Bir də nəqli, keçmiş, zaman. İndi baxaq. Fe'li sifət olanda yenə də deyirəm. Sifətin sualına cavab verir. Sifətin sualları qısa yazım. Yəni necə, nə cür, hansı. Nəqli keçmiş zaman olanda nə etmişdir, nə olmuşdur və s. Bu suallardan birinə cavab verin. Məsələn, deyirəm ki, oxumuş qız, oxumuş oğlan. Necə, nə cür, hansı qız oxumuş. Burada oldu fe'li sifət. Deyirəm ki, o dərs oxumuşdur. İndi buna sual verin uşaqlar. Nə etmişdir? Artıq burada olur zaman şəkilçisi. Oldu. Burada olur zaman şəkilçisi. Belə fərqləndirik. Deməli, fe'li sifət necə, nə cür, hansı sualına cavab verir. Özündən sonra isim gəlir. Həmçinin inkarda işlənə bilir. Bir də qaldı fe'li sifətin şəkilçilərindən dıq üstəgəl mənsubiyyət. Ona aid də nümunə yazaq. Dıq üstəgəl mənsubiyyətə aid. Deyirəm ki, bizim mənim baxdıqlarım. Baxdıq. Baxın, dıq üstəgəl mənsubiyyət deyirlər. Baxdıqlarım. Baxın, bu sizi çaşdırmasın. Dıqdan sonra burada cəm şəkilçisi gəlibdir. Ola bilər. Siz buna fikir vermin. Amma dıqdan sonra mənsubiyyət var. Yəni, dıq şəkilçisindən sonra mənsubiyyət var. Mənim baxdığım da ola bilər. Mənim baxdığım. Baxdığım. Baxın uşaqlar. Burada deyəcəksiniz ki, müəllimə, axı dığım şəkilçisi oldu. Bu bilirsiniz niyə belə olur? Buradakı q nəyə keçibdir? Ğ-ya keçibdir. Özündən sonra nə gəlibdir? Sait gəlib. Demişdik, o məsdərdə q olanda ğ-ya keçir. Baxın, burada da özündən sonra sait gəldiyinə görə, amma yadınızda qalsın ki, bu şəkilçilərimizdə dıq üstəgəl mənsubiyyət fe'li sifət şəkilçisidir. Yaxşı, yadınızda qalsın uşaqlar. Və hamısı qrammatik şəkilçilərdir. Fe'li sifət şəkilçiləri. Baxdığım məsələ film. Baxdığım kino. Necə, nə cür, hansı kino? Bunun amonimliyi yoxdur. Yəni, dıq üstəgəl mənsubiyyəti. Fe'li sifətdə bu qədər. Yəni, fe'li sifətdə də bunları yadınıza saxlayın. Bu şəkilçiləri necə fərqləndirir? Fe'li bağlamanı da deyək, bitirək.